Övladınız sizi vurmağa başlayıbsa məni diqqətlə dinləyin. Uşağın ata-anasının vurması ərköyünlük deyil, sərhəd problemidir. Xüsusilə də 2 yaşından sonra ortaya çıxan bu davranış bir çox valideynləri narahat edir. Öncəliklə nə etməməlisiniz? Uşaq sizi vuran anda ona gülməyin. Gülməyiniz bu davranışı artıra bilər. Həmçinin cavab olaraq vurmaq, qışqırmaq, yalvararaq sözlərimizdən həmçindəki uzun-uzadı tövsiyələr, nəsihətlər verməyin. Etməli olduğumuz nüansa gəldikdə isə övladımızla göz kontaktı quracağımız şəkildə onun göz hizasına enib qərarlı və sakit şəkildə bu davranışını durdurmağımızdır. Ardından isə qısa, konkret cümlələrdən istifadə etməliyik. Məni vurmağa icazə vermirəm, vurmaq olmaz. Hətta böyük yaşlı uşaqlarda isə hazırda əsəbi, gərgin olduğunu bilirəm, anlayıram səni, ancaq məni vurmağına icazə vermirəm. Bu sərhədləri qoyan zaman ardıcıllığı və davamlılığa, qısa konkret olmağa üstünlük verin. Əmin olun ki, sizə müsbət şəkildə geri dönüş verəcəkdir. Bir də vurma davranışının altda yatan səbəblərini yaxşıca araşdırın. Uşaq əgər diqqət çəkmək üçün, təhlükədə hiss etdiyi üçün, aqressiyasını ifadə edə bilmədiyi və yaxud bunu oyun zənn etdiyi üçün sizi vura bilər.